Zero. İfal babıdır. Yəni feilin dördüncü babıdır. Əf'alə yuf'ilu babındandır. Demək, qorxutmaq deməkdir. Uyarmaq, qorxutmaq mənalarındadır. Növbəti sözə baxaq. Qazzəbə yuqazzibu təf'il babının feilidir. Yəni, feilin ikinci babıdır. Fə'alə yuf'ilu təf'ilun babındandır. Əzab, işgəncə etmək deməkdir. Sonra qazəbun əzab, işgəncə, qazimun, mübaliğəli ismi fail deyirlər buna, böyük, uca, həm də bu sifət rolunda da gedir, sifətdir. Sonra ənnəsu, insanlar, sonra gəlir, qalə yəqulu qavlən li, yəni demək, deyir, demə. Qalə feili adətən li ön qoşması ilə işlənir. Li ön qoşmasız işlənməz. Demək, li ön qoşması tamamlığın önünə keçir. Əcvab feil görürsünüz, qeyd olunub burada. Demək, yəni, ikinci kök samiti vav və ya ilə olan feillərə əcvab feillər deyilir. Yəni, boş feillər deyilir. Burada da qalə feili qavalə idi əslində. O da çevrildi oldu, nə? Qalə. Sonra, əmənə yu'minu imənən bi. Feilin dördüncü babındadır. Məhmuz if'al babı, yəni, bunun kökündə həmzəli feil var və bir ön qoşması ilə işlənir. Feilin dördüncü babındadır. İnanmaqdır, iman etmək mənalarında işlənir. Əl-yavmu əyyamun, gün. Sonra gəlir mu'minun, demək, bu ismi faildir. Feilin dördüncü babının ismi failidir. Əmənə yu'minu bi. Demək, əmənə feili dediyimiz kimi bir ön qoşması ilə işlənir. İsmi fail, iman edən deməkdir. İman edən. Xadəğa, yuxadiğu, muxadəğətən. Bu failə babındandır. Failə, yufailu, müfailatun babındandır. Bu müfailə babı aldatmaq, tuzaq qurdu.